Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiya'i vel murselin. Nebiyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Allahümme Rabbi şrahli sadri ve yessirli emri ve hlul uqdeten min lisani yefqahu qavli. Babu tefsiri tevhidi ve şehadeti en la ilahe illallah. 6. babdayıq. Tevhidin ve la ilahe illallah şehadetinin tefsiri babı və biz ötən dərsdə bu fəslin əhəmiyyətindən danışdıq. Şəhadət kəlməsinin mənasından, daha doğrusu dəyərindən, fəzilətindən və bildik ki, bu şəhadət kəlməsinin bilinməsi vacibdir və bu vacibat dedik ki, nədir? 4 şeylə bağlıdır. Bu vacibat 4 şeylə bağlıdır. Nədir o? Birincisi, nəyi bilməlisən? Şəhadətin mənasını. İkincisi, bilməlisən onun rukunlarını. Üçüncü, bilməlisən onun şərtlərini. Dördüncü, bilməlisən onu pozan şeyləri. Əgər bu şeyləri bilmiş olsan, şəhadət kəlməsi la ilahe illallaha yönəlik boynuna düşən vacibatı yerinə yetirmiş olacaqsan. Və mənası barədə danışdıq və həmçinin rukunları barədə mənası haqqında dedik ki, nə dedik? Mənası nədir? La ilahe illallah mənası nədir? Allahdan başqa ibadətə haqqı olan nə yoxdur? Məbud yoxdur. Bu şəhadət kəlməsinin nədir? Mənasıdır. Allahdan başqa ibadətə haqqı olan, haqqı çatan məbud yoxdur. Və rukunu da neçə rukunu var? 2 yoxsa 3? Hə, 2 rukunu var, 2 ərkanı var. Hansı şəhadət onun üzərindədir? O da nədir? Nəfi və isbat. Nəfidən məqsəd nədir? Allahdan başqa ibadət olunan hər şeyin rədd edilməsi. Deməli, nəfidən məqsəd rəddir, inkardır, nəfi. Nəyi nəfi edirsən, nəyi inkar edirsən? Allahdan başqa ibadət olunan nə varsa hamısını. İsbatdan məqsəd nədir? İbadətə yalnız Allahın olduğunun isbat edilməsi. Tək Allahın ibadət olunan, tək ilah olduğunun isbat edilməsi. Deməli, isbatda da məqsəd təsdiqdir. Tək Allahın ibadət olunmağa layiq olmasını təsdiq edilməsi. Təsdiq edilməsi. Və bunun adı şəhadət kəlməsi Allahdan başqa ibadətə haqqı çatan məbud yoxdur mənası üzərində nədir? Artıq doğrulanmış, sabit olmuş olur. Və dedik ki, bunun mənasını indi isə dəlillərini qeyd edək. Çünki ola bilər deyilsin ki, Allahdan başqa ibadət olunmağa və yaxud ibadətə haqqı çatan məbud yoxdur deyə. Bunu hardan aldın? Nəyə əsasən bunu bu cür təfsir edirsən? Bunu isbat edən Quran-ı Kərimin özüdür. Ayələrdən Həcc surəsi, məsələ 62-ci ayə. Allah təala deyir ki: "Zəlikə bi ennəllaha huvel haqq və ennə mə yəd'un min dunihi huvel batil." Loğman surəsində əl-batil gəlib. İkisi də, yəni Loğman 30-da da gəlib bu ayə. Həcc 62-də də "Zəlikə bi ennəllaha huvel haqq və ennə mə yəd'un min dunihi huvel batil." Allah təala deyir ki, bu belədir. Allah haqq, yəni Allah haqq ibadət olunan ilahdır. Ondan başqa ibadət olunanlar isə batildir. Ondan başqa ibadət olunanlar isə batildir. Nəfi və isbatdır. Allah haqq olması bu illallahdır. İsbatdır. Ondan başqa ibadət olunanlar isə bu da nədir? La ilahdır. Bu da nəfidir. Həmçinin deməli, bu dedik ki, Həcc surəsində idi və Loğman surəsində də keçir bu. Eləcə də Zuhruf surəsində 26-28-ci ayələrdə Allah subhanahu teala buyurur: "Və iz qala İbrahimu li abihi və qavmihi innəni bəra'un mimmə ta'budun." İbrahim dedi atasına və öz qövmünə: "Mən sizin ibadət etdiklərinizdən uzağam." Bu nədir? La ilah. Nəfidir bu. İlləl-ləzi fatarani. Sonra istisnadır. Yalnız məni yaradandan başqa. Uzağam, yalnız. Uzağam, yalnız. Yəni, nəfi, isbat.
Uzağım bütün ibadət olunan hər şeydən. Lə iləhdir bu. Çünki yoxdur. İbadət olunan, sən deyəndə lə iləh, deyirsən ki, yoxdur ilah. İbadət olunan yoxdur. Heç bir ibadət olunan yoxdur. Heç kəs ibadət olunmağa layiq deyil. Heç kəsə ibadət olunmamalıdır. İbadətlə heç kəsə yönəlilməməlidir. İllallah. Yalnız Allahdan başqa. Yalnız Allahdan başqa. Bu da isbatdır. İlləl-ləzi fatarani. Yalnız məni, nədir? Yaradandan başqa fəinnəhu səyəhdini. O məni doğru yola yönəldər. Və cəaləhu kəlimətən baqiyətən fi aqibihi. Ləalləhum yarciun. Sonra deyir ki, bu kəliməni öz qövmündə qalıcı bir kəlimə olaraq buraxdı. Bəlkə onlar dönələr. Bu kəliməni elm əhli deyir ki, Lə iləhə illallah kəliməsidir. Lə iləhə illallah kəliməsidir. Onlara, yəni qalıcı bir kəlimə, yəni deyir ki, bu kəliməni onlara burada mənası odur ki, Məkkə müşriklərinə. Və cəalə kəlimətən baqiyətən fi aqibihi. Özündən sonra qalıcı bir kəlimə, yəni həmin Lə iləhə illallah kəliməsini özündən sonrakılara da Məkkə müşrikləridir. Çünki onlar İbrahimin dini ilə nisbət edirdilər özlərini. Həmsinin وَلَقَدْ بَعَثْنَا فِي كُلِّ أُمَّةٍ رَسُولًا Allah Teala deyəndə ki, biz hər bir ümmətə rəsul göndərdik. Və bu rəsulların görəvini açıqlayanda Əni əbudullaha və citənibut tağut. Bu da nəfi və isbatdır. Allaha ibadət etsinlər, nədir? Tağutdan çəkinsinlər, tağutdan uzaq dursunlar. Və eləcə də Bəqərə surəsindəki ayət فَمَنْ يَكْفُرْ بِالتَّاغُتْ وَيُؤْمِنْ بِاللَّهِ Lə iləhə illallahın açıqlamasıdır bu. Kim tağuta inkar etsə, küfr etsə, bu lə ilahdır, lə kəlməsidir, lə iləh. Fəmən yəkfur, kim küfr etsə, lə iləh. Və yu'min billah illallah. Və tək Allaha iman etsə, bu da illallah kəlməsidir, nəfi və isbat. Eləcə də vəllezine ictenebut tağuta en ya'budu və anabu ilallahi lahumul buşra. Allah Teala deyir ki, tağuta ibadət etməsinlər deyə onlardan uzaq duranlar və yalnız Allaha üz tutub Allaha yönələnlər, bu da yenə nəfi və isbatdır. Onlar üçün müjdə var. Onlar üçün müjdə var. Yəni, deməli ki, nəfi və isbatla gələn həmən onlar üçün müjdə var, onlar üçün rəhmət var. Və bu da Lə iləhə illallahdır, Lə iləhə illallahın mənasıdır. Eləcə də Kəhf surəsində və izi təzəltumuhum və mə ya'buduna illallah. Elə ki, madəm ki, onları tərk etdiniz və onların ibadət etdiklərini, mağara əhli barədə deyir Allah Teala bunu, mağaraya sığınanlar, madəm ki, siz, çünki onlar tohid əhli idi, bir neçə nəfər, bütün qövmü isə müşriklər idi. Allah Teala deyir ki, elə ki, siz onları və onların ibadət etdikləri məbudları tərk etdiniz. İllallah, yalnız Allaha iman etdiniz, sonra deyir ki, mağaraya sığının. Bu da yenə nəfi və isbatdır. Həmsinin Şura surəsində Qalə əfərəəytum mə kuntum tə'budun. Nəyə ibadət etdiniz barədə düşünmürsünüzmü? İbrahim əleyhissalam deyir. Qalə əfərəəytum mə kuntum tə'budun. Nəyə ibadət etdiyinizi düşünmürsünüzmü? Əntum və əbəukumul əqdamun. Siz və sizin ulu babalarınız. فَإِنَّهُمْ عَدُوٌ لِي Onlar mənim düşmənimdir. Bu illallahdır. Bu bərayətdir. Uzaqlıqdır, inkardır. Onlar mənim düşmənimdir. İlləl-ləzi fatarani. Yalnız məni yaradandan başqa. Yalnız məni illə Rabbəl aləmin. Yalnız aləmlərin Rəbbi Allahdan başqa. Bu da illallahdır. Yalnız aləmlərin Rəbbi olan Allahdan başqa. Həmsinin Allah Teala buyurur Ali İmran surəsində: "Və məkənə İbrahim Yahudiyyə və lə Nasraniyyə." İbrahim nə Yahudi nə Nəsrani idi. Bəs nə idi? Və lakin kənə hənifən muslimə. Lakin hənif idi, müsəlmandı. Hənif nə deməkdir? Hənif şirkdən uzaq durandı, şirki tərk edəndi. Bu da şirkdən bərayətdir. Müslimən isə müsəlman isə təslim olandı. Allaha üz tutandı. Deməli yenə də burada da nədir? Nəfi və isbat. Yəni dəlillər olduqca çoxdur. Məqsəd odur ki, Allahdan başqa ibadət olunan bütün hər bir şeydən
Allahdan başqa ibadət olunan bütün hər bir şeydən bərayət olunmalıdır. Bərayət edilməlidir. Və qəlbinlə, əzalarınla, yəni ibadətlərinlə hamısına tək yalnız Allaha yönəlilməlidir. Tağutun inkarı və Allaha iman da bu deməkdir. Tağutun inkarı, tağuta inkar edib Allaha iman etmək də nədir? Mənası da budur. La ilahə illallahın mənası da budur. La ilahə illallahın mənası da budur. Necə ki Allah subhanahu teala buyurur: "Və ilahukum ilahun vahid. La ilahə illə huvər-rahmanur rahim." Allah Teala deyir ki, sizin ilahınız, məbudunuz tək olan ilahdır. Yəni ondan başqa ibadətə haqqı çatmayan, haqqı olmayan yeganə ilah, ibadətə haqqı olan yeganə ilah olan Allahdır. Yəni sizin ilahınız tək olan ilahdır. Rəhmandır, rəhimdir və Allah Subhanahu taala nədir? Allah Subhanahu taala özünün iki sifətini, vəsfini qeyd edir. Həmsinin Allah Subhanahu taala eləcə də Yasin surəsində Allah Subhanahu taala buyurur: "Və məl yələ a'budu əlləzi fatarani və ileyhi turcaun." Deyir ki, mənə nə olub ki, mən deyir, məni yaradana ibadət etmirəm və siz ona dönəcəksiniz. Və siz ona dönəcəksiniz. Ətəxizu min dunihi əlihətən. Mən Allahdan başqa ilahlar mı götürəcəm? İn yuridnir rahman bi durrin fələ kəşifə ləhu illəhu. Əgər deyir, Rəhman mənə bir zərrə toxundurmaq istəsə, in yuridnir rahmanu durran, in yuridnir rahmanu bi durrin fələ deyir ki, lə tuğni anni şəfəatuhum şeyə və lə yunqizun. İnni izən ləfi daləlim mubin. Əgər Rəhman mənə bir zərər toxundurmaq istəsə, onların şəfayəti mənə heç bir şeydə fayda verə bilməz və məni xilas edə bilməzlər. Deməli deyir ki, mən Allahdan başqa ilahlar mı götürəcəm? İlah yəni ibadət olunan məbudlar mı götürəcəm? Sonra deyir ki, əgər Rəhman mənə zərər vurmaq istəsə, onlar məni qutara bilməzlər. Və onların şəfayəti mənə heç bir fayda verməz. Fikir verin, onların şəfayəti. Onların vasitəçiliyi heç bir şey edə bilməz. Bu onu göstərir ki, Allahla aralarında Allahdan qeyriləri şəfayət götürülə bilməz. Şəfayətçi dünyada ikən götürülə bilməz. Həmsinin Allah Teala buyurur Zümər surəsində: "Qul inni umirtu an a'budallaha muxlisan lehu'd-din." De, mən dini ixlasla Allaha aid edərək ibadət olunmaqla əmr olundum. Və umirtu li an akuna awwalal muslimin. Və müsəlmanların ilki olmaqla əmr olundum. Qul inni axafu in asaytu rabbi azabə yevmin azim. Mən Rəbbimə asi olaramsa, böyük günün əzabından qorxuram. Qulillahə a'bud muxlisan lehu'd-din. De, mən dini ixlasla, yəni dini Allaha aid edərək yalnız ona ibadət edirəm. Və ayələr olduqca çoxdur, dediyimiz kimi, hamısı bəyan edir ki, ayələrin hamısı bəyan edir ki, La ilahə illallah mənası Allahdan başqa ibadətə haqqı çatan məbud yoxdur. Allahdan başqa ibadətə haqqı çatan məbud yoxdur. Yəni, qorxulub sığınılan olaraq, ümid edilib arzu edilən olaraq, yəni bütün hər şeydən və yaxud qarşısında kiçilib möhtaclığını ifadə edən olaraq, bütün hər şeydən uzaq durub tək Allaha yönəlmək, tək Allaha qulluq etməkdir. La ilahə illallah budur. Tevhid də yəni budur.
Amma bunun mənasını bilmədən və bunun tələbinə əməl etmədən insan tohid əhlindən, şəhadət əhlindən ola bilməz. İnsan tohid əhlindən, şəhadət əhlindən ola bilməz. Mənasını və tələbini bilmədən. Əgər bir insan tohid əhlindən və şəhadət əhlindən deyilsə, deməli, şirk əhlindən və yaxud küfür əhlindəndir. Üçüncüsü yoxdur. İnsan ya tohid və şəhadət əhlindəndir. Əgər tohid və şəhadət əhlindən deyilsə, nə qalır? Küfür və şirk əhlindəndir. Küfür və ya şirk əhlindəndir. Və həmçinin bu mənalar hədislərdə də mövcuddur. Yəni, la ilahə illallahın, buradakı nəfi və isbatın həmçinin Allahdan başqa ibadətə haqqı satan məbud olmayan məna olaraq hədislərdə də mövcuddur. Necə ki, ötən dərsdə qeyd etdim Nəsai və Əhmədin rəvayət etdiyi Bəhz İbn Həkimdən, o da babası, o da atası və babasından, haradakı Peyğəmbər sallallahu əleyhi və səlləmdən soruşulanda İslamın əlaməti nədir? İslamın ayəti, əlaməti nədir? Dedi ki, ən təqulə əsləmtu vəchiyə lillahi və təxalleytu. Sən deməyin ki, üzümü Allaha tərəf tutdum, üzümü Allaha tərəf çevirdim və tərk etdim, uzaqlaşdım. Nədən? Allahdan başqa hər şeydən. Qəsd ibadətdir, yəni. Qəsd ibadətdir. Deməli, bu da nəfi və isbatdır. Üzümü Allaha tərəf çevirdim, bu nədir? İllallah. Təxalleytu la ilah. Yəni, tecrid dediyimiz kimi və təfrid. Təxliyə, təhniyə. Yəni, saflaşdırmaq, sonra bəzəmək. İnkar, isbat. Nəfi, təsdiq. La ilahe illallah. Yəni, bu iki şeydən ibarətdir. Həmçinin məşhur hədisdə Buxari və Müslim rivayət etdiyi Bunyəl İslamu alə xəmsin. İslam 5 şey əsas üzərində bina edilib. Sonra İslamın bina edildiyi şeyin nə olduğunu açıqlayaraq deyir ki, şəhadət ən la ilahe illallah və Muhammed Rasulullah. Birinci olaraq şəhadətlə açıqlayır. Deyir ki, la ilahe illallah şəhadəti və Muhammed Rasulullah şahidliyi. Və sonra gətirir və iqamis salat və itaiz zəkat. Namaz qılmaq və zəkat vermək. Və həmçinin rivayətdə gəlib Müslimdə ki, Bunyəl İslam alə xəmsin, deyir ki, İslam 5 əsas üzərində bina edilib. Sonra deyir ki, ən ya'budallah və yukfara bimə dunə. Deyir ki, Allaha ibadət edib, ondan başqasına küfr etmək. Bu da nəfi və isbatdır. Allaha ibadət edilsin və ondan başqasına nədir? Küfr edilsin. Ondan başqası nədir? Tərk edilsin. Həmçinin yenə Buxari Müslimdə Abdülqeys nümayəndələr gələndə Peyğəmbər sallallahu əleyhi və səlləmin yanına onlar İslam barədə, cənnətə salınan əməllər barədə soruşduqda Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, "Əmurukum bil imani billahi vahdə." Tək Allaha iman etməyi əmr edirəm sizə. Sonra deyir ki, "Ətədrunna məl imanu billahi vahdə." Bilirsinizmi tək Allaha iman nədir? Qalu Allahu və Rasuluhu a'lam. Dedilər ki, Allah və Rasulu bilir. Dedi ki, şəhədətu ən la ilahə illallah və ənə Muhammedən Rasulullah. La ilahə illallah şəhadəti və Muhammedin Allahın Rasulü olması şəhadəti. Bu birinci. La ilahə illallah da mənası dedik ki, Allahdan başqa ibadətə haqqı olan ilah yoxdur. La ilahə illallahın özündə elə nə var? Nəfi və isbat var, inkar var və təsdiq var. Sonra qeyd edir və iqamis salat və itaiz zəkat. Namaz qılmaq və zəkat vermək. Və rivayətdə gəlib ki, "Əmurukum bi an ta'budallaha və la tushriku bihi şey'a." Əmr edirəm ki, Allaha ibadət edin, ona heç bir şeyi şərik qoşmayın. Allaha ibadət edin və ona heç bir şeyi nədir? Şərik qoşmayın. Yəni xülasə bu məna Quran və sünnədə nə qədər istəyirsən. Tək Allaha ibadət etmək və bunun müqabilində bununla yetinməmək. Tək Allaha ibadət etdim və salam, bitdi məsələ yox. Tək Allaha ibadət edəcəksən, Allahdan başqa ibadət olunanları nədir? Tərk edəcəksən. Və yaxud əksini götür, mən Allahdan başqa heç kəsə ibadət etmirəm. Bitdi bundan məsələ? Yox, bitmədi. Nə qaldı? Allaha ibadət edəcəksən. Yəni ki, nəfi və isbat mütləq şəkildə olmalıdır və la ilahe illallah mənası da budur.
Və bu kəlmənin təfsirində xətaya düşənlər biz işarət etdik ki, La ilahe illallahın mənasında xətaya düşənlər var. Əsasən iki səbəbdən dolayı ibadət məfhumuna, ibadətin nə olduğunu düzgün dərk etmədiklərinə görə La ilahe illallah bu cür biz dediyimiz kimi məna verməyiblər. Çünki məsələ baxırsan ki, bəzi tayfalar ibadətə elə bir qeydlər qoyublar ki, yəni lazımsız bir qeydlər qoyublar. Məsələn, onlara görə ibadət nədir? Əgər hər hansı bir əməllə yönəldiyi, Allahdan başqa yönəliylə nəyəsə yönəlibsə, hər hansı bir əməllə, əgər o insan orada onun Allah etiqad, Allahdır etiqadı daşısa, onda o ibadət sayılır deyirlər. Əks halda ibadət sayılmır. Yəni, məsələ birisi tutaq ki, qəbrə ibadət etsə, bütə ibadət etsə, amma etiqadı o olsa ki, o Allah deyil, o ibadət sayılmır. Yəni, ibadət bunlara görə ancaq o vaxt ibadət sayılacaq ki, sən ibadət etdiyinə qəlbində o Allahdır deyə, yəni Xaliq, yaradandır deyə etiqad daşıyasan. Bu da batildir. Aydındır mı? Bu batildir. Yəni, belə çıxır ki, ondan bütə ibadət eləyən, səcdə etsin bütün qabağına, sonra desin ki, mən onun Allah olduğunu demirəm ki. Amma mən onu səcdə eləyirəm. Bunlara görə bu əməl ibadət deyil. Bir, bu cəhətdən xətaya düşüblər La ilahe illallahın mənasında, ibadətin məfhumunda. Bir də əsasən ilah kəlməsinin özündə. İlah kəlməsinin özünün, yəni anlamında. İlah kəlməsini məbud kimi başa düşənməyiblər. Və həqiqətən bu şey, yəni mən özüm yəni bir çoxlarından məsələ Türkiyədə və s. soruşmuşam, demişəm ilah nədir? Adam yəni uzun illərdə 50-60 yaşına çatan insanlardır, ibadət əhlidir, məsciddən çıxmırlar 5 vaxt. Soruşuram, deyirəm ilah nədir? Deyir, ilah yaradan, yaratan. Yəni ilahı bu cür bilirlər və həqiqətən bu yəni bunu deyən yəni onların sələfləri olub. Bidət əhlindən, elmli olaraq danışanlardan deyirlər ki, La ilahe illallahın mənası Allahdan başqa yaradan yoxdur. Bəziləri də deyirlər ki, Allahdan başqa qadir olan yoxdur. İxtira etməyə qadir olan yoxdur. Bəziləri də deyirlər ki, Allahdan başqa, yəni Allah tək istəniləndir, ondan başqası ona möhtac olandır. Bu da yəni və s. kimi La ilahe illallahın təfsirləri, mənalar hamısı nədir? Xətalıdır, hamısı düzgün deyil. Nə lüğəvi kökən etibarilə ilah kəlməsi, nə də şəri mənalarla ilah kəlməsinin nədir? Mənası bu deyil. Hamısı xətadır. Bunlar düzdür. Allah xaliq, Allahdan başqa xaliq yoxdur, Allahdan başqa yaradan yoxdur, ruzi verən yoxdur. Bu doğrudur. Və La ilahe illallah kəlməsi yəni buna dəlalət edir. Dəlalət o tadammun yolu ilə. Tamam, bunu biz qeyd etdik. Yəni elə bir ki, gərəkdirən və yaxud tərkib. La ilahe illallahın tərkibində bu var ki, Allah Taala xaliq. Amma başlanğıc mənası nə idi La ilahe illallahın dedik biz? İbadət məsələsi burada. İlah kəlməsi məbuddur. Yəni Allahdan başqa ibadət olunacaq, ibadətə haqqı çatan ilah və yaxud məbud yoxdur. Ona görə bu fəhmi, yəni bu mühümdür. Bunu yəni elə belə şey hesab etməyin bu. Çünki bu yanlış fəhmin üzərində nə qədər xətalar peyda olur, xətalar baş verir. Belə olanda bunlara görə məsələ adam qəbrə ibadət edir, deyir La ilahe illallah. Adam məsələ onun özünə desən, sən məsələ şirk etdin, deyir ki, nəyə görə mən La ilahe illallah deyirəm. Allahdan başqa yaradan yoxdur mənasına gətirsək La ilahe illallahı, onda bu adam şirk edən Allahdan başqa yaradan yoxdur deyir. O ibadət etdiyinə yaradan demir ki. Belə çıxır ki, o, yəni o şirki ilə nədir? İslamda qalmış olur. Nə qədər şirk etsə də, nə qədər yəni Allahdan başqasına ibadət etsə də, o müsəlman sayılır. Niyə? Çünki onun La ilahe illallahı var. Nədir La ilahe illallahı? Deyirlər ki, o deyir ki, Allahdan başqa yaradan xaliq yoxdur. Və bu şəhadətini pozmadı ki bu. Demədi ki, Allah, mən ibadət etdiyim xaliqdir, yaradan da. Nə vaxt pozdur şəhadətini? Əgər desə ki, mən bu ibadət etdiyim nədir?
Xaliqdir, yaradandır. Belə etiqad daşısa, onda la ilahe illallahını pozur. Baxın, bu da olduqsa nədir? Bu da batildir və olduqsa qəribədir. Niyə qəribədir? Elm əhli dediyi kimi deyirlər ki, elm əhli çünki Əbu Ləhəb və Əbu Cəhil və onun mislində olan müşriklər la ilahe illallah kəlməsinin mənasını bunlardan yaxşı dərk edirdilər. Bunlardan yaxşı bilirdilər. Niyə? Çünki onlar demirdilər bu kəlməni. Yəni, olduqsa qəribədir. La ilahe illallahı deyib mənasını bilməyən, la ilahe illallahın mənasını bilib deməyəndən daha pisdir. Yəni, la ilahe illallah mənasını Əbu Cəhil, Əbu Ləhəb bilirdilər. Bilirdilər mənasını. Elə bildiklərinə görə demirdilər. Çünki bilirdilər ki, əgər onu desələr, onlar gərək Allahdan başqa heç kəsə ibadət etməsinlər. Amma indikilər Allahdan başqa hər şeyə ibadət edirlər və la ilahe illallah da deyirlər. Deməli, la ilahe illallahın mənası barədə nədir? Yəni, cahildirlər. Əbu Ləhəb və Əbu Cəhəl mislində deyirlər. Bu kəlmənin nədir? Mənasının bilinməsində. Ona görə Allah Rəsulu onlara deyəndə ki, qulu la ilahe illallah tuflihu. La ilahe illallah deyin, xoşbəxt olun. Onlar nə idi etirazlar müşriklərin? Əcəaləl əlihətə iləhən vahidə. İnnə həzələ şeyun ucab. O bu qədər ilahları tək bir ilah mı etdi? Bu həqiqətən bu nədir? Qəribə bir şeydir. Qəribə bir şeydir. İnnəhum kənu izə qilə ləhum la ilahe illallah yəstəkbirun. Onlara deyəndə ki, la ilahe illallah deyin, təkəbbürlü edərdilər. Yəni, la ilahe illallah deməzdilər. Qəribəcələrdir. Həmsinin və qalu la təzərunna əlihətəkum və la təzərunna vaddən və la suvaan və la yəğusə və yəuqa və nəsra. Deyərdilər ki, bir-birinə ilahlarınızı tərk etməyin. İlahlarınızı buraxmayın. Nə deməkdir yəni? Onlara ibadət etməyə davam edin. Vaddə, suvayı, yəğusu, yəuqu, nəsrı 5. 5 salihlər idi. Və yaxud bəziləri bunlardan. Onlara ibadəti tərk etməyin. İlahlarınızı buraxmayın. İlahlarınızı tərk etməyin. Demək ki, o müşriklər ilah kəlməsindən nəyi başa düşürdülər? Məbud başa düşürdülər. Bilirdilər. Amma demirdilər. Demirdilər. Çünki onlar bilirdilər ki, bu ziddiyyətdir. Yəni, biz bunu desək və ibadət etsək, nətər bu məbudlarımıza saygısızlıqdır. Biz la ilahe illallah deyirik, hörmətsizlikdir. Biz deyirik ki, la ilahe Allahdan başqa ibadət olunmağa haqqı olan məbud yoxdur və biz öz məbudlarımıza ibadət edirik. Bu yalandır. Ona görə demirdilər. Sadiq idilər, öz batil ibadətlərində sadiq idilər. İndikilər deyir la ilahe illallah, la ilahe illallah da sadiq deyirlər amma. Onlar la ilahe illallah sadiq qala bilməyəcəklərini görəndə demədilər. Aydın oldu mu? Görəndə ki, la ilahe illallah desək, biz sadiq ola bilməyəcək bu kəlməyə. Niyə? Çünki bu kəlmə bizdən onu istəyir ki, Allahdan başqa nə var? Tullamalısınız, tərk eləməlisiniz. Buna sadiq qala bilmədilər. Ona görə demədilər. İki ziddiyyatı bir araya gətirmədilər. Amma indikilər iki ziddiyyatı bir araya gətiriblər. O da nədir? La ilahe illallah deyiblər, sadiq qala bilməyiblər o kəlmə. Niyə? Çünki sadiq qalması odur ki, sən artıq qəbrə ibadət etməməlisən. Sən artıq ya filan deyib köməyə çağırmamalısan. Sən bu la ilahe illallahın sadiqliyini pozdun sən artıq. Bu ziddiyyatdır. Ya o, ya bu olmalıdır. Fikirdə müşriklər seçim arasında qalanda ki, ya la ilahe illallah, ya məbudlarımıza ibadət, məbudlarına ibadət seçdilər, la ilahe illallahı tərk etdilər. Amma bunlar iki şeyi cəm ediblər. İki zid şeyi, bir araya gəlməyən şeyləri cəm ediblər özlərində. Aydındır mı? La ilahe illallah deyə şirk ediblər. Və yaxud şirk edə la ilahe, nədir bunun səbəbi sizcə? La ilahe illallah mənasından cahil qalmaqdır. La ilahe illallah mənasını bilməməkdir. Ona görə biz nəyə görə gətiririk bu dərslər, nəyə görədir? Hətta mənası bilinsin. Mənası bilinsin ki, la ilahe illallah mənası nədir? Allahdan başqa ibadətə haqqı olan məbud yoxdur. Allahdan başqa ibadətə haqqı olan, ibadət olunacaq bir məbud yoxdur. Yəni, yoxdur dəndə nədir mənası? Nə mənada yoxdur yəni? Batildir yəni, ibadət olunmaz. Var, amma haqqı yoxdur ibadət olunmağa. Həmçinin
Yəni Allah Resulü sallallahu əleyhi və səlləm deməli tək Allaha ibadət etmək və ondan başqalarını tərk etmək, yəni bu məsələ tərk məsələsi, yəni bəraət məsələsi müşriklərə ağır gəldi. Müşriklərə ağır gələn məsələ nədir? Məbudlarından bəraət etmək oldu. Çünki la ilahə illallah onlardan bəraəti tələb edirdi, tərki tələb edirdi. Həmin o müşriklərə öz məbudlarından bəraət etmək ağır gəldi. Necə ki, bu gün bəzilərinə müşriklərdən bəraət etmək ağır gəlir. Necə ki, bəzilərinə bu gün müşriklərdən bəraət etmək ağır gəlir. Eyni o vaxt müşriklərə öz bütlərindən, məbudlarından bəraət ağır gələn kimi. Yəni, ağır gəlməməlisən, bəraət etməlisən, sən tohid əhlisən. Allahdan başqa ibadət olunan hər şey nədir? İnkar etməlisən, uzaq durmalısan. Allahın Rəsulü sallallahu aleyhi və səlləm Peyğəmbər Əbu Talibin yanına gələndə nə dedi? Ey əmmi dedi, qul la ilahə illallah kəlimətən. Ey əmi, gör necə Peyğəmbər sallallahu aleyhi və səlləm yəni məsələni rahatlaşdırır. Həddir kəlimə, bir kəlimə, sadəcə. Denən, uhaccu ləkə bihə indallah. Hətta o kəlmə ilə Allah qatında səni müdafiə edim. Sənə dəlil gətirəcəm, sənin xeyrinə dəlil gətirəcəm bir şey olsun. La ilahə illallah de. Əbu Talibin başının üstündə olan o Əbu Cəhil, o pis şeytan dost. Dedi ki, ətərğabı millətə Abdülmuttalib. Dedi ki, Abdülmuttalibin millətindən uzaq durmaq mı istəyirsən? Yəni, sanki Peyğəmbər səsəm ona la ilahə illallah deyəndə və Əbu Talib hələ cavab verməmişdi. Əbu Talibin birdən qəbul edər qorxusu ilə Əbu Cəhil qalxdı, dedi ki, sən Abdülmuttalibin, yəni dədə babalarının dinini tərk mi edirsən? Hardan dedi bunu? Hardan başa düşdü bunu? Fikir ver. Peyğəmbərin səlləsəm la ilahə illallah kəlməsindən başa düşdü. Peyğəmbər deyəndə ki, əmisinə, ey əmi, la ilahə illallah de. Bildi ki, bu bunu desə, o deməkdir ki, artıq bütün bizim dədə babalarımızın indiyənə qədər ibadət etdiklərimizin hamısı batil imiş. Onlara qurbanlar kəsdiyimiz hamısı batil imiş. Onlara səzdələr etdiyimiz batil imiş. Onlara dua etdiyimiz batil imiş. Allahla aramızda onları bütün vasitə, şəfayəti götürdüyümüz hamısı batil imiş. Deməli, la ilahə illallah kəlməsi bütün hamısını batil edir. Yəni, batil dinləri hamısı yox edən bir kəlmə imiş. Əbu Cəhil bunu başa düşdü. Ona görə dedi ki, dədə babanın dinini tərk mi edəcəksən sən bu kəlmə ilə? Və demədi. Demədi. Və bu şirk üzərində də, bu küfür üzərində də nədir? Öldü. Və deməli, müşriklərin la ilahə illallah kəlməsindən bildikləri nədir? Oydu ki, Allahdan başqa məbud bilirdilər bunu. Yoxdur. Əgər onlar, yəni Allahdan başqa xaliq yoxdur. Necə ki, bəzi bidət əhli belə təfsir edir. Və yaxud Allahdan başqa ruzi verən yoxdur. Allahdan başqa yaratmağa qadir olan yoxdur. Əgər müşriklər bunu belə başa düşsəydilər, la ilahə illallah kəlməsini, Peyğəmbərə qarşı etiraz etmiş olardılarmı? Peyğəmbərlə döyüşərdilərmi? Yox. Niyə? Çünki ispat edirdilər bu şeyləri. Və la in səəltum men xalaqahum la yəqulun Allah. Onlardan soruşsan, onları kim yaradıb? Bax, demirdilər ki, bizi məbudlarımız, ilahlarımız yaradıb. Nə deyirlər? La yəqulun Allah. Deyərlər ki, Allah. Və la in səəltum men xalaqas səməvati vəl ardı və şəmsə vəl qamar. La yəqulun Allah. Onlardan soruşsan, yeri göyü kim yaradıb? Günəşi, ayı, deyərlər Allah. Qul mənil ardu və mən fiyhə. Qul limənil ardu və mən fiyhə. De, yer və onun orada olanlar kimindir? Səyəqulunə lilləh. Deyəcəkləri Allahındır. Yəni, qul mən yarzuqukum minəs səməi vəl ard. De, yerdən və göydən sizə ruzi verən kimdir? Və mən yarzuqukum minəs səməi və mən
Ha yuhyi kul ve men yuhyil mauta ve men yuhricul hayye minel meyyiti ve yuhricul meyte minel hayy. Ölüden diriden öldü çıxardan kimdir? Ha? Daha doğrusu buna ne? O men yemlikus sema vel absar. Gözləri və qulaqlara sahib olan kimdir? Ölüdən dirildən çıxardan kimdir? Və men yudabbirul amr. İşləri idarə edən kimdir? Baxın, rububiyyətin arkanlarıdır. Hamısını deyirlər, seyəqulun Allah. Deyirlər ki, Allah. Demək ki, onların işgəli nədir? Bu deyildi. Onlar, yəni, la ilahe illallah kəlməsinin Allahdan başqa yaradan yoxdur, Allahdan başqa xaliq yoxdur deyə bu cür anlamırdılar. Və ona görə də bu, yəni, la ilahe illallahın məfhumunda olan mütləq bərayət məsələsi, inkar məsələsi, nəfi məsələsi mütləq bilinməlidir. Hətta tövhidin sağlam olsun deyə. Yəni, təsəvvür et, əgər insan məsələ özü tək Allaha ibadət etsə, özü şirk etməsə. Amma şirk edənləri məsələ görəndə desə ki, mənim onlardan işim yoxdur. Yəni, mən öz hayımdayam, onlar bəlkə də, nə bilim, onların da bəlkə dəlilləri var, bəlkə üzrü var, bəlkə də haqdılar. Belə bir tərəddüddə olsa, bu adamın özünün şəhadəti artıq, nədir? Dəyərini itirir, bu şəhadət qalmamış olur. Çünki şəhadətdə mühüm şəhadətin tərkib hissəsidir bu. Ən-nəfyu vəl-isbət. Yəni, nəfi və isbat olmalıdır axı. İnkar mütləq olmalıdır. Bərayət mütləq olmalıdır. Düşmənçilik, uzaqlıq nədir? Mütləq olmalıdır. Bunsuz mümkün deyil. Yəni, çünki əgər müşriklərdən bərayət olmasa, bu bir növ nədir? Bir növ onların da haqq ola biləcəkləri anlamına gələ bilər. Elə deyilmi? Əgər sən bir batil əhlindən uzaq durmursansa, onların batil olduğunu elan etmirsənsə, onların şirk, müşrik olduğunu elan edib görsətmirsənsə, səndən bu yoxdur, çıxmır. Bu bir növ hansı mənaya gəlir? Demək ki, onlarda da bir haqq var deyə. Elə deyilmi? Bu da artıq, yəni, burada inkar nədir? Pozulmuş olur və la ilahe illallah şəhadətindəki qətiyyət yəqin itmiş olur. La ilahe illallah qəti bir ləfz, yəni kəlmədir. La ilahe illallah elə bir kəlmədir ki, yəni haqqı haqq, batili batil olaraq, elan olaraq gəlib bu kəlmə. La ilahe illallah elə bir kəlmədir ki, yəni bu kəlmə ilə artıq müşrikin müşrik olması, toydan toyda olması bəlli olur. Yəni bu kəlmədə tərəddüd etmək olmaz. Yəni sabit bir kəlmədir. Urvatul vusqa. Yəni, möhkəm bir dayaqdır bu. Sən necə tərəddüd edə bilərsən o şirk edənlər barədə ki, ola bilər bəlkə doğrudur və s. Haşa, yəni mütləq nədir? Allahdan başqa ibadət olunanın batil olduğuna və tək Allahın ibadətə layiq olduğuna, haqq ilah olduğuna nədir? Mütləq buna etiqad edib bunu ortaya qoymalısan. Nə ilə? La ilahe illallah kəlməsi ilə. La ilahe illallah kəlməsi ilə və bunun ziddi olan şirki də və şirk əhlini də tamamilə nədir? Tərk etməlisən. Tərk etməlisən. Yəni, əgər sən belə deyək, şirk, böyük şirkdən söhbət gedir, yəni şirki özlərinə din götürən, şirk edənləri, şirk əhlini, müşrikləri yəni təkfir etməsən, necə bərayət edəcəksən? Bərayətin mənası nədir o zaman? Yəni, təsəvvür et, sən əgər deyirsən ki, şirk pis murdar əməldir. Amma şirk edəni təkfir etmirsən. Bunun bir anlamı qaldı mı? Yəni, əgər şirk edən İslamda qalırsa yenə müsəlman olaraq davam edirsə, yəni bu axı İslam, bu ziddiyyətdir axı. Yəni, İslam dini, yəni, şirki aradan qaldırmaqla İslam olub. Aydındır mı? İslam nəyə görə İslamdır? İslam çünki şirki inkar edir, ona görə İslamdır. Şirki yox edir, ona görə İslamdır. Amma sən necə yəni şirk əhlinə qarşı yəni bu şübhədə ola bilərsən? Yəni şirklə, böyük şirklə tövhid bir araya necə gələ bilər? Bu mümkündürmü? İki zid şeylərdir. İki zid şeylərdir. Və ona görə də mütləq bu bilinməlidir. Allah subhanahu teala innallaha la yaghfiru an yushraka bihi deyirsə.
Allah şirki bağışlamır deyərsə. Və sən də deyirsən ki, bağışlayır o zaman. Mənası budur, elə deyilmi? Allah Taala deyir ki, Allah şirkdən bağışlamır. Mənası nədir onun? Ha? Deməli, o elə bir əməldir ki, o əməllə yanaşı iman qalmır. Allah isə bağışlamadığı, yalnız iman olmayan şəxslərdir. Aydındır mı? Allahın bağışlamadığı imanı olmayan şəxslərdir. Və Allah Taala deyir ki, mən şirki bağışlamıram. Mənası odur ki, o şirk etdikcə onda iman qalmır. İman qalmadığını üçün mən onu bağışlaya bilmərəm. Mən bağışlamayacağam deyir Allah Subhanahu Taala. Amma sən yəni deyəndə ki, yox, o da müsəlmandır. Onda Allahın mən onu bağışlamıram deməsinin nə mənası qalmış olur? Və yaxud Allah onda tağutu inkarına şərt qoşur. Əgər tağutu inkar etməyən müsəlmandırsa, müşrik tağutu inkar etmir da, elə deyilmi? Yəni müşrik tağutu inkar etmir ki, Allahdan başqasına ibadət edir. Allahda tağutu inkar etsə Allahdan başqasına yönələrmi? Əsla tağutu inkar etməyib. Onda Allah fəmən yakfur bit tağut niyə şərt qoşur? Nedir? Kim tağutu inkar etsə və yu'min billah, Allaha iman etsə, faqad istamsaka bil urvatil vusqa. Möhkəm bir dayaqdan yapışmış olur. Əgər o müsəlman qalırsa, hani necə ki deyirlər, cahil müsəlmandır. Onda Allah niyə bu şərti qoyur? Niyə Allah bu məsələyi şiddətləndirib? Bu hamısı bu kəlmənin bilməməzliyindən dolayıdır. Və sonra qeyd etdik ki, nədir? Üçüncü məsələ nə idi? Bilinməsi vacib olan şərtlərini bilmək. Şərtlərini bilmək. Nəyin şərtlərini? La ilahə illallah. Yəni şərt bir şeyin mahiyyətindən deyil. Amma o olmasa səhih deyil. Yəni məsələ, dəstəmaz namazın nə idi? Şərtidir yoxsa rukunudur? Şərtidir. Dəstəmaz olmasa namaz səhihdirmi? Səhih deyil. Eləcə də la ilahə illallahın şərtləri var. Yəni rukun bir şeyin mahiyyəti, bir şeyin daxilində olan şeydir. Məsələn, səcdə, ruku, təşəhhüd bunlar namazın nə idi? Mahiyyətindəndir, ha? Fatihə surəsi məsələn. Amma dəstəmaz eləcə də la ilahə illallahın şərtləri var. Nəfi və isbat nə idi? Mahiyyətindəndir, rukundur. Amma şərtlər dediyimiz onlar nədir? Onlar şərtlərdir. Yəni buna qeydlər də deyilib, haqlar da deyilib. La ilahə illallahın qeydləri, yəni səhih olmasının, la ilahənin haqları və bu şərtlər 7-dir. Elm əhli çox diqqət ediblər buna və nəzm formasında da, şeir formasında da qeyd ediblər. Və bi şuruti sab'atin qad urifat və yaxud qad quyyidat və fi nususil vahyi haqqan varadat fa innehu lem yentefi qailuha bin nutqi illa haysu yestekmiluha al-ilm vel-yaqin vel-qabulu vel-inqiyadu fadri ma aqulu. Sonra was-sidqu vel-ihlasu vel-mahabba vaffakakallahu lima ahabba. Burada bu şeirdə la ilahə illallahın 7 şərti qeyd edilir və mən də bunun üzərindən yəni Azərbaycan dilində şeir formasında götürdüm, yazdım ki, hətta ola bilər bəzən məsələ yadda qalmasa, şeir formasını əzbərlənəndə bəzən yadda qalır. Mən qeyd etmişəm ki, 7 şərtlə şəhadət qeyd edilib. 7 şərtlə şəhadət qeyd edilib. Haqq olaraq şəriətdə bu deyilib. Kamil olaraq və yaxud kamil olaraq bunu bilməyən kəs sadəcə deməklə bir fayda görməz. Sonra ixlas, doğruluq və bir də yəqindir. Bunlar olmadan şəhadət naqisdir. Qəbul, məhəbbət və bir də elmdir. Sonra tabeçilik olmasa hamısı hədərdir. Qəbul, məhəbbət və bir də elmdir. Tabeçilik yoxsa hamısı hədərdir. Deməli, neçə oldu la ilahənin şərtləri? 7. Nədir? Fərq etməz. Hardan istəsəniz başlayın. Şərt deyil, ardıcıllıq burada yoxdur. Hamısı bir-birini gərəşdirən şeylərdir. Elm, ixlas, məhəbbət
yəqinlik, sadiqlik, sıdıq, sonra qəbul, boyun əymək, təslim. Bəli, bunlar 7 şərtdir. Deməli, birinci şərt dedi ki, elm. Elm, yəni nə deməkdir elm? Yəni şəhadət kəlməsinin la ilahe illallah mənasının bilinməsi. La ilahe illallah mənasının bilinməsi. Mütləq, yəni bunu deyən bu mənasını bilməlidir. Yəni Allah Teala buyurur Hud surəsində: "Fa'lam ennema unzila bi'ilmillah və ennehu la ilahe illahu və yaxud və en la ilahe illahu və hal entum muslimun." Allah Teala deyir ki, bil ki bu Allahın elmi ilə nazil olub və bil ki Allahdan başqa ilah yoxdur. Yəni Allahdan başqa ibadət haqqı çatan məbud yoxdur. Sonra Allah Teala deyir ki, müsəlman olacaqsınızmı? Allah ayəni bu cür bitirir. Müsəlman olacaqsınızmı? Yəni bu kəlmənin mənasını bilib, ona etiqad edib, ona əməl etməklə müsəlman olacaqsınızmı? Həmçinin fa'lam ennehu la ilahe illallah, bil ki Allahdan başqa, yəni ibadətə haqqı çatan məbud yoxdur. Deməli vacibdir mütləq ki, sən nədir biləsən la ilahe illallahın mənasını. Birinci şərt elmdir. Və Allah Resulü sallallahu aleyhi ve sellem cənnətə daxil olanların da elm üzərində bildikləri halda daxil olacaqlarını deyir. Peyğəmbər sallallahu deyir ki, mən qalə la ilahe illallah mən mətə və huvə ya'lamu ən la ilahe illallah daxaləl cənnə. Və mən mətə və huvə ya'lamu. Baxın, deyir ki Allah Resulü, kim bildiyi halda, yəni la ilahe illallah deyərək ölərsə, fikir verir, bildiyi halda la ilahe illallah deyərək ölərsə, cənnətə daxil olar. Nə deməkdir bu kəlmə? Bunun əks məfhumu nədən ibarətdir? Deməli, kim bilmədən la ilahe illallah deyib ölərsə, cənnətə daxil olmaz. Aydın oldu mu? Ya, Peyğəmbər səsəm niyə qoşur bu şərti, elm şərtini? Bugün deyirlər ki, nə olsun, cahildir, bilmir la ilahe illallah. Allah Resulü sallallahu aleyhi ve sellem elə demir axı. Allah Resulü demir ki, kim bilməsə belə, amma la ilahe illallah desə, o cənnət əhlidir. Əksinə, qətiyyətlə deyir, kim la ilahe illallahı bilərək, bildiyi halda ölərsə deyir, bildiyi halda elmi şərt qoşur Allah Resulü. O zaman deyir, nədir? Cənnətə daxil olar. Cənnətə daxil olar. Və elmsiz deyilən kəlmə, ümumən, yatan bir insanın sayıqladığı bir kəlmə söz kimi, ya da sərxoş bir insanın dediyi, hani sərxoş özünü bilməyən, ağlını itirən, danışdığı sözlərin bir əhəmiyyəti qalırmı, bir təsiri varmı? Yaxud 2 yaşında uşaq anasının ona təlqin etdiyi sözləri təkrar edir məsələ. O sözün mənasını bilirmi, o fərqinə varırmı? Əsla. Eləcə də la ilahe illallah kim deyirsə, mənasını bilmirsə, o sözün nədir? Təsiri, faydası. Ümumən, hər hansı bir sözün onu deyən haqqında təsirli olması üçün, onu deyən haqqında bir hökm qazandırması üçün mütləq nə lazımdır kəlmənin? Bilinməsi. Əcnəbi birisi, ingilis birisinə deyirsən ki, məsələ, ingilis birisinə denən talaq. O da deyir talaq. Amma bilmir nə deməkdir. Onun zövcəsi boşanır mı? Boşanmır. Çünki o bilmir. O bilmir nə deməkdir. Eləcə də la ilahe illallah deyən, mənasını bilməyən o sözdən faydalana bilərmi? Yəni o sözdən heç vaxt nədir? Faydalana bilməz. İkincisi yəqindir. Tez-tez bu şərtləri bitirək, hətta növbətdə saxlamayaq. İkincisi yəqindir. Yəni mütləq bunu bilən yəqin olmalı bu kəlməyə. Yəqinin ziddidir nədir? Yəqinin ziddi şübhə. Yəni la ilahe illallahın mənası barədə şübhə, şək, tərəddüd içində olmamalısan. İnnəməl mu'minunəl-ləzīnə əmənu billahi və rasulih thumma ləm yərtəbu. Allah təala deyir ki, möminlər yalnız o şəxslərdir ki, Allah və Rəsuluna iman edərlər, sonra şübhə etməzlər. Sonra şübhə etməzlər. Yəni imanlarında tərəddüd etməzlər. Yəqin olarlar. Və Əbu Hüreyrə radiyallahu anh rəvayət etdiyi hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, İzhab der binə'li hateyni fəmən laqitə min vara'il haiti həzə yəşhədu ən la ilahe illallah mustayqinən bihə qalbəhu fəbəşşirhu bil cənnə. Deyir ki, bu ayaqqabılarımla get, Peyğəmbər sallallahu Əbu Hüreyrəyə və bu divarın arxasında la ilahe illallaha yəqin olaraq qəlbində şübhə etmədən şahidlik edən hər kəsi cənnətə müjdələr. Mustayqinən min qalbi. Fikir ver, Peyğəmbər sallallahu niyə şərt qoşur? Qəlbini ilə yəqin olanı.
Əgər sadəcə bu kəlmə la ilahe illallah sadəcə belə deməklə, heç bir şərti olmadan, nə yəqin, nə elm olmasa, Peyğəmbər sallallahu bu şərti qoyardı mı? Yəqin olaraq bu kəlməyə. Sonra üçüncüsü ixlasdır. İxlasın ziddi nədir? Şirk. İxlasın ziddi şirkdir. Yəni buradakı şirk, yəni ixlas la ilahe illallahın özündə var. Özündə. Amma burada ixlas deyəndə la ilahe şərtlərinin içində. Buradakı qəsd ixlasdan bu kəlməyi söyləməkdəki ixlasdır. Aydındırmı? Yəni sən la ilahe illallah söyləyəndə bunun müqabilində nə dünyanı istəmək, nə dünyalıq bir şey istəmək, nə müsəlmanlar yanında etibar qazanmağı istəməmək, nə kimlərsə deyir, mən də deyim. Yox, buradakı ixlas məqsəd budur. Bunu deyəndə yalnız yəni Allaha görə demək. Bu kəlmənin əzəmətinə görə istəyib, nə deyib? Demək, İzə cəəkəl münafiqun qalu nəşhədu innəkə lə rasulullah. Münafiqlər gələndə deyirlər ki, şahidlik edirik, sən Allahın rəsulusan. Vallahu ya'lamu innəkə lə rasulü. Allah bilir ki, sən Allahın rəsulusan. Vallahu ya'lamu innəl münafiqinə lə kəzibun. Allah bilir ki, münafiqlər nədir? Yalancılardır. Niyə yalancıdır münafiqlər? Çünki ixlasla demirlər bu kəlməni. İxlasla demirdilər. Dördüncüsü sidq. Sidq da nədir? Sadiqlik. Bunun əksi nədir? Yalan. Yəni insan dili ilə dediyi qəlbi ilə müvafiq olmalıdır. Əgər dilində deyib qəlbində yalanlasa, qəlbində arxain olmasa, dili ilə deyir la ilahe illallah, amma qəlbində inanmır bu kəlməyə. Bu eynisi ilə nə olmuş olur? Münafiqlərin dediyi kimi olmuş olur. Elə deyilmi? Vallahu yəşhədu innəl münafiqinə lə kəzibun. Allah şahiddir ki, münafiqlər nədir? Yalancılardır. Və ümumən bu yəqin, ixlas, sidq bunların bir-birinin aralarında yəni yaxın mənalıdır. Yəni ixlas müşriklərin şəhadətini ziddidir, pozur. İxlasın ziddi şirkdir axı. Həmçinin yəqin münafiqlərin, yəni onlarda yəqin yoxdur. Eləcə sidq münafiqlərdən, yəni bir dəstələri, məsələn, onlar da yenə bunu sidqlə deməzdilər. وَارْتَابَتْ قُلُوبُهُمْ فَهُمْ فِي رَيْبِهِمْ يَتَرَدَّدُونَ. Allah Teala onlar barədə qəlblərindədir, şübhə var və şübhə içində, daima tərəddüd içindədirlər. Yəni bilməzlər. Beşincisi məhəbbət. Beşincisi məhəbbət, əksi buğzdur, nifrətdir, mütləq la ilahe illallah, yəni onun dəlalət etdiyi bütün mənalara qarşı olmalıdır. Məhəbbət olmalıdır, yəni hamısını sevməlisən. La ilahe illallahın dəlalət etdiyi nə varsa sevməli. Və başlanğıc olaraq la ilahe illallah dəlalət etdiyi başlanğıc olaraq nədir? Allah. Allah sevgisi. Allaha qarşı olan məhəbbət. Və minən nəsi mən yəttəxizu min dunillahi əndədən yuhibbunahum kəhubbillah. Vəllezine əmənu əşəddu hubban lillah. İnsanlarda nələr var ki, Allahdan başqalarına, Allaha tay tutub onları Allahı sevən kimi sevərlər. Amma möminlərin sevgisi, Allaha qarşı olan sevgisi nədir? Daha şiddətlidir. Və Allah sevgisi bu əsildir. Onun furuları isə, şöbələri isə nədir? Eyni zamanda möminləri sevmək. Çünki tövhid əhlini sevmək, ibadət edənləri sevmək. Və onun ziddi olan şirk əhlini, müşrikləri nədir? Nifrət etmək. Onlardan bərayət etmək. Yəni bu, məhəbbətin gələşdirdiyi şeylərdir. Yəni sən necə ki Allah dostlarını, Allah evliyalarını, ibadət əhlini, tövhid əhlini sevirsən, niyə la ilahe illallaha görə? Eləcə də la ilahe illallah pozan müşrikləri, biz deyirik bu şeyin haqqıdır bu. La ilahe illallahın haqqından danışırıq. Eləcə la ilahe illallahın haqqını pozan müşrikləri nədir? Sevməməlisən. Nəinki sevmək? Nədir? Nifrət etməlisən. Buğz etməlisən, bərayət etməlisən. Qad kânət ləkum usvatun hasenatun fi İbrahimə vəllezine məhu. Artıq İbrahim və onunla bərabər olanda sizə nədir? Gözəl nümunə var, ibrət var. Nədir o gözəl nümunə ibrət? İz qalu li qavmihim inna bura'u minkum. Nə dedilər öz qövmlərinə? Biz sizlərdən uzağıq. Və mimmə tə'buduna min duni. Və Allahdan başqa ibadət etdiklərinizdən. Deməli, bərayət, baxın, biz sizdən bəriyik.
Yaxşı, nə deməkdir bəriyik, bərayət? Elə ayənin özündə Allah təala deyir, açıqlayır bərayətin nə olduğunu. Kəfarna bikum, sizə küfr etdik, yəni inkar etdik. Bərayət nə deməkdir? Bərayət təkfir deməkdir. Yəni bərayət uzaqlıq deməkdir. Bərayət inkar deməkdir. Yəni sən müşrikləri təkfir edirsən, nəyə görə? Onlar şirk əməli ilə imanlarını, şəhadətlərini pozduqlarına görə. Kəfarna bikum və bədə beynənə və beynəkumul adavatu vəl bağda. Əbədən, hətta tu'minu billahi vahdə. Bizimlə sizin aranızda nədir? Həmişəlik bir ədavət və düşmənçilik baş qaldırdı. Nə vaxta qədər? Hətta tu'minu billahi, hətta tək Allaha iman edənə qədər. Tək Allaha iman da nəyə gərəşdirir? Allahdan başqa ibadət olunanları tərk etməyi. Bu neçənci idi? 5-ci. 6-cı nə qaldıq? Qəbul. Qəbul odur ki, xəbərləri, yəni təsdiqlə və əhkamları əməl etmək borcu ilə qarşılamaq. Yəni qəbul etiqaddır. Yəni sən etiqad etməlisən ki, Allahdan gələn xəbərlərin hamısını təsdiq etməklə borclusan və Allahın qoyduğu əhkamları da əməl etməklə borclusan. Mütləq buna sən etiqad, yəni sənə bu lazım deyil. Əgər kimsə belə bir etiqadda olsa ki, mən namaz qılmasam da olar, mən ibadət etməsəm də olar. Bu mənə vacib deyil məsələ. Bu artıq qəbul şərtinin pozulmasıdır. Çünki bu adam qəbul etmir. Bu adam qəbul etmir. Yəni kim özünü şəriət xitabından kənar qala biləcəyini etiqad etsə, aydındırmı? Şəriət xitabından kənar qala biləcəyini. Bunun əksi nədir? Şəriət xitabı qarşısında mulzəm, borclu özünü, yəni hər bir insan özünü Allah qarşısında borclu hesab etməlidir. Sən bilməlisən ki, sən Allaha borclusan. Qəbul bu deməkdir yəni. Qəbul bu deməkdir. İnnəhum kənu izə qilə ləhum la ilahe illallah yəstəkbirun. Onlara deyəndə ki, la ilahe illallah deyin, nədir? Təkəbbürlü edərlər. Nədir? Qəbul etməzlər. Yəni əməldən qabaq hələ bu kəlməni qəbul etməzlər bunlar. Yəni hesab etməzlər ki, Allah bunlara nəsə bir şeylər vacib edib. Nəsə Allah qarşısında müəyyən şeylər nədir? Borcludular. Bu qəbuldur. 7-ci sonuncu o da nədir? Əl-inqiyad. Əl-inqiyad yəni boyun əymək. Boyun əymək. Və mən əhsanu dinən mimmən əslimə vəcəhə illallah və huvə muhsin. Allah təala deyir ki, üzünü Allaha tərəf çevirəndən din baxımından kim daha yaxşı ola bilər? İhsan, muhsin olduğu halda üzünü Allaha tərəf çevirən şəxsdən, din baxımından. Və bu ayənin məfhumu nədir? Üzünü Allahdan uzaq çevirəndən din baxımından daha pis kim ola bilər? Aydındırmı? Allah təala deyəndə ki, din baxımından o şəxsdən daha gözəli yoxdur, o şəxs ki, üzünü Allaha çevirib. Nə deməkdir üzünü Allaha çevirib? Yəni Allaha ibadət edir və Allahdan başqalarından uzaqdır ibadətlə. Bunun əks məfhumu odur ki, kim Allaha ibadətdən uzaq durursa, din baxımından ondan pisi birisi yoxdur. Hətta desək mən müsəlmanam. Hətta desək mən dindaram. Allah təala din baxımından ondan pisi yoxdur. Və deməli mütləq bu şərtlər olmalıdır. Yəni inqiyaddan bunun, yəni qəbuldan bunun fərqi odur ki, qəbul əsildir, etiqadla bağlıdır, amma boyun əymək isə əməldir. Əməldir, mütləq yəni əməl olmalıdır. Allah təala buyurur Nur surəsində: "Və yəquluna əmənə billahi vər-rasul və yəquluna əmənə billahi və bir-rasul və ata'na thumma yetevalla fariqun minhum min ba'di zalik və ma ulaika bil-mu'minin." Allah təala buyurur ki, onlar deyirlər ki, biz Allaha və Rasuluna iman etdik və təslim olduq. Sonra onlardan bir dəstəsi üz döndərər. Allah təala onlar möminlər deyil. Deməli, üz döndərdiklərinə görə boyun əydi. Yəni bu artıq bu şərt yerinə yetirmədi. Boyun əymək, əməldən üz döndərdiklərinə görə imanı Allah onlardan nəfi etdi. Allah təala onlar iman əhli deyil. Onun üçün İbn Teymiyyə rahimehullah deyir ki, onlar sözlə gəldilər, əməli tərk etdilər.
Sözlə gəlirlər, deyir Allaha və yəqulun əmənə billahi və bir rasuli və ata'na. Deyirlər ki, biz Allaha, Rəsuluna iman etdik, itayət etdik. Summa yetəvəllə fəriqun min. Sonra onlar üz döndərlər. İbn Teymiyyə deyir, onlar sözdən gəldilər, əməli tərk etdilər. Allah Teala kimdir onlar? Allah deyir, onlar möminlər deyil. Mən Allaha iman edirəm, mən Allaha inanıram, ha? Amma əməl yoxdur, namaz yoxdur, ibadət yoxdur. Onlar üz döndərənlərdir. Onlar üz döndərənlərdir. Və ona görə də qardaşlar, tohid nədir? Tohid ibadətdir. Nə deməkdir tohid? Hı? Yəni, əgər tohid yoxsa insan müsəlman ola bilərmi? Burada ittifaq yoxsa ixtilaf var. Yəni, bir insanın İslamı nə ilə ölçülür? Tohidlə. Çünki İslam dini tohid dini. Elə deyilmi? Burada heç bir şey şübhə yoxdur. Tamam mı? Tohid varsa müsəlmandır. Yaxşı. Tohid nədir? Allah'a ibadət təkləmək. Qısacası, çox qısa. Düzdür mü? Allah'a nədə təkləmək? İbadətdə. Ya ibadət yoxdursa? Ha? İbadət yoxsa tohid yoxdur onda. İbadət yoxsa tohid yoxdur. Biz dedik tohid nə? Tohid ibadətdir. Qısacası, düzdürmü? Tohid ibadətdir. Tək Allah'a ibadət, elə deyilmi? Yaxşı, ibadət yoxdursa? İbadət yoxsa tohid var, yoxsa yoxdur? Tohid yoxdursa? Yox, tohid yoxdursa onda başdan nədən gəldik biz? İslam yoxdur. İslam yoxdursa müsəlman deyil. İman yoxdur. Aydın oldu mu? Yəni bu qəribədir, yəni. Bunu başa düşmək belə çətindirmi ki, yəni? İbadəti olmayan tohidi yoxdur. Çünki tohid o qədər əzəmətli bir şeydir ki, tohid olan ibadət edər. Ən azından la ilahe illallah nə deməkdir? Allahdan başqa nəyə? İbadətə. Hanı ibadət? Sən deyirsən ki, Allahdan başqa ibadətə. İbadəti sən orada nətər çıxartdın? Nətər deyirsən ki, ibadət olmayan tohid əhlidir? Nəyə əsasın? Niyə deyirsən bu sözü? İbadət etməyən niyə tohid əhlidir axı? Axı ibadət etmir. Tohid ibadət deməkdir. Əgər deyirsən ki, tohid o deməkdir ki, Allahdan başqa Allah yoxdur etiqadında olmaq. Ha, onda düz deyərsən. Onda ibadət etməsə insan tohid əhlidir. Tamam? Aydın oldu mu? Əgər sən desən ki, bir insan desə ki, Allah var, o tohid əhlidir. Всё. Onda ibadət etməsə də tohid əhlidir, müsəlmandır. Bu doğrudur. Bundan heç kəs etiraz edə bilməz. Amma heç kəs bunu demir axı ki, ibadət, tohid bu deməkdir. Yəni, Qur'anla, hədislərlə ittifaq edilmiş bir məsələdir ki, tohid nədir? Allahı ibadətə təkləməkdir. Deməli, orada ibadət var. Və ibadət yoxdursa, orada nə yoxdur? Tohid yoxdur. İbadət yoxdursa, orada tohid yoxdur. Və həmçinin eləcə də Peyğəmbərə nədir? Peyğəmbərə təslimiyyət, iman etmək. Yəni, adam deyir, mən Peyğəmbərə iman edirəm, hə, məsələ. Qəbul edirəm. Amma təslimiyyət yoxdursa, tabiətçilik yoxdursa, ha? Və mə ərsəlnə min rasulin illə liyuta'a bi iznillah. Altı deyir ki, biz elə bir Peyğəmbər göndərməmişik ki, ona Allahın izni ilə itayət olunmasın. Yəni, Allahın izni ilə itayət olunsun deyə Peyğəmbər göndərik, deyir Allah subhanahu wa ta'ala. Yəni, Peyğəmbərin göndərilməsindəki məqsəd nədir? İtayət olunsun. Yəni, itayət yoxdursa, deməli, qəbul və boyun əymək yoxdur. Qəbul və boyun əymək nədir? Yoxdur. Və sonuncu məsələdə la ilahe illallahdan bağlı deməli, nə dedik? Birinci, bilmək mənasını danışdıq. Mənasını bilməz. İkinci, rukunlar onda dedik. Üçüncü, şərtlər onda dedik. Dördüncü nə qalmışdı? La ilahe illallah pozan şeylər. Və la ilahe illallah pozan şeylər olduqca çoxdur. İnşallah biz bu, yəni Kitab-ı Tohidin növləri gələcək, amma ümumilikdə növ olaraq la ilahe illallah tohidi pozan şey üç şeydir. Üç şeydir. Böyük şirk, böyük küfür, böyük nifaq. Tohidi, la ilahe illallah kökündən yox edən, pozan bu şeylərdir. Böyük şirk, böyük küfür, bir də böyük nifaq. Bunlar İslamı yox eləyir. Və bunun altında olan növlər barədə danışacağım inşallah. Ha?
Və men yakfur bil imani faqad habita amaluhu və huve fil axireti minel xasirin. Bu küfür barədədir. Kim imana küfr edərsə əməlləri batil olar. Bu küfür barədə böyük əməlləri batil olar və axirət günü ziyan çəkənlərdən olar. Və laqad uhiyə ileyke və iləllezine min qablike la in əşrakta la yahbatan amaluka. Bu da şirk barədədir. Biz sənə və səndən öncə belə vəhy etdik. Əgər şirk etsən əməllərin batil olar. Əgər əməl batil olursa deməli heç vaxt müminin bütün əməlləri batil ola bilməz. Yadınızda saxlayın. Müminin əməli batil ola bilməz. Niyə? Çünki cəhənnəmdən Allah Subhanahu taala əməli olan möminləri çıxardır. Və ora hətta qəlb əməli daxil olduğunu desəndə. Amma Allah taala deyəndə ki, əməlləri batildir, bura qəlb əməli də daxildir. Aydındırmı? Allah taala deyəndə ki, kim şirk etsə, əməlləri batildir, kim küfr etsə, əməlləri batildir. Yəni, həm də qəlb əməli də batildir. Aydındırmı? Təkcə zahir əməlləri yox. Qəlb əməli də batildir, deyir Allah taala. Yəni, artıq onun zahirən, daxirən heç bir əməli qalmamış olur. Aydındırmı? Və nifaq barədə də innəl münafiqinə fi dərkil əsfəli minən-nar. Allah təala deyir ki, münafiqlər cəhənnəmin ən aşağı təbəqəsindədir. Bu da böyük nifaqdır. Böyük nifaq. Deməli, la ilahe illallah təvhidi pozan üç şeydir. Böyük şirk, böyük küfür, böyük nifaq. Amma soruşsan ki, kiçik küfür, kiçik şirk, kiçik nifaq, bunlar la ilahe illallahı nədir? Naqisləşdirir, pozmur, tamamilə yox etmir. Bunlar nədir? La ilahe illallah. Bunlar qavadih deyilir. Ləkə gətirən şeylərdir bunlar. La ilahe illallah ləkə gətirən şeylərdir. Və bu ləkə ya onu pozur, böyük şirk, küfür, nifaq kimi, ya da onu naqisləşdirir, zəiflədir. O da kiçik şirk, kiçik küfür və kiçik nədir? Nifaq kimi. Və bununla yetinə inşallah gələn dərsdə davam edərik. Allah Subhanahu taala bizləri təvhid əhlindən etsin. Bizləri şirkdən və küfrdən uzaq etsin. Subhanakallahumma hamdik. Əşhədü en la ilahe illallah, əstəğfiruka və etûbü ileyk. Allahummə salli və sallim və barik ala abdika və rasulika nəbiyyina Muhammed.